Gəldik, tanışlıq oldu, zavoda baxdıq. Müasir olduğunu heç düşünməzdim. Yeni texnikalarla tanış olmağımız bizim üçün, nə ki bizim üçün, Azərbaycan xalqı üçün, təsərrüfatçılar üçün lazımdır. Bu fərqli texnikaların, hansı ki bizdə bilinməyən və heç kimin tanımadığı texnikaların gəlməyimiz, görməyimiz yaxşı oldu və bunları Azərbaycana gətirməyi, bu texnikaları Azərbaycan xalqının görməyi çox böyük bir şeydir. Zavoda gəldim, çoxlu mühərriklər gördüm, şaqman gördüm, o maraqlı gəldi, Lovolkon gördüm, frontal yükləyici, o maraqlı gəldi mənim sahəm üzrə. Həqiqətən də Lovolun bir belə texnikalar, bir belə gəmi, maşın və avtobuslar çox təəccübləndirdi məni. Və bu məni çox sevindirir ki, Azərbaycanda belə bir şirkət fəaliyyət göstərir. Rəhbərliyə çoxlu təşəkkür edirəm.